Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni rəqqasə İsmailova konsert zamanı kövrək anlar yaşayıb, belə ki o göz yaşlarına hakim ola bilməyib və çox yorulduğunu, tükəndiyini dilə gətirib. Həmin video görüntünü sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Kızım alım seni koyunuma. Kızım seni bas. Akşamınız xeyir olsun. Hər birinizi xoş gördük. Çok teşekkür ederim. Çok sağ olun. Allah razı olsun. Sağ olun ki bugün buradasınız ve benim yanımdasınız. Çok çetin bir dönemden geçirəm. Yəqin hər kəs məni başa düşər. Ama artık gücüm tükendi. Yoruldum. Çetin bir. Allah hiçbir ananı evladsız eləməsin. Mən bu 3 ayda balalarımdan ayrı qaldığım için çok çətinlik çəkdim. Olarsız mənə çox çətin idi. Çok. Ama sizin sevginizi